Walmart mağazalar şəbəkəsində hüquq mühafizə orqanları tərəfindən əməliyyat keçirildiyi bildirilir. Bu haqda məlumatı Barometr TV Telegram kanalı yayıb. Əməliyyatın səbəbi şəbəkənin həbs edilən Adnan Əhmədzadə ilə birbaşa əlaqəsinin olması ehtimalıdır. Hazırda əməliyyatın detalları açıqlanmır. Məsələ ilə bağlı rəsmi qurumlar tərəfindən təsdiq və ya təkzib edici məlumatlar da verilməyib. Musavat.com-un xəbərinə görə Walmart mağazalar şəbəkəsi son illər Azərbaycanda ən sürətlə genişlənən pərakəndə ticarət brendlərindən biri kimi tanınır. Lakin şirkətin real sahibləri maliyyə hesabatları və fəaliyyət şəffaflığı barədə ictimaiyyətə təqdim olunan məlumatlar çox məhduddur. Araşdırmaya görə Walmart brendinin arxasında ProMart MMC adlı şirkət dayanır. Dövlət Vergi Xidmətinin məlumat bazasına əsasən bu şirkət Ast Fast Moving və Business MMC və United Group MMC tərəfindən təsis edilir. Hər iki qurumun 50% payla ortaqlığı qeydə alınıb. Walmartın hüquqi təmsilçisi isə əvvəlcə Ramil Əşrəfoğlu Məmmədov, daha sonra isə Walmart Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru olub. Maraqlı məqam ondan ibarətdir ki, açıq mənbələrdə ProMart MMC-nin təqdim etdiyi son maliyyə hesabatlarına görə şirkət bir ildə 141 milyon manatdan artıq satış dövriyyəsi əldə edib. Amma həmin hesabatda xalis mənfəət cəmi 27 min manat göstərilib. Yəni 100 milyonlarla manatlıq ticarət dövriyyəsinə malik şirkət kağız üzərində demək olar ki, qazanc gətirməyib. Bu ictimaiyyət arasında ciddi suallar doğurur. Necə olur ki, ölkənin ən çox filialı olan supermarket şəbəkələrindən biri ildə cəmi bir mənzilin qiyməti qədər gəlir göstərir. Məlumatlara görə İqtisadiyyat Nazirliyi yanında Anti-İnhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bir müddət əvvəl Walmart şəbəkəsinin fəaliyyətində bəzi pozuntularla bağlı araşdırma aparıb və ProMart MMC barəsində inzibati icraat açılıb. Şirkətin bəzi filiallarında malların keyfiyyəti və saxlanma şəraiti ilə bağlı da zamanla şikayətlər mövcud olub. Bundan əlavə, ötən illərdə Walmartda baş verən qida zəhərlənməsi hadisəsi də ictimai rezonans doğurmuşdu. Həmin vaxt rəsmi açıqlamalarda mağazalarda sanitariya qaydalarının pozulduğu bildirilmişdi. Hazırda Walmart Respublika üzrə 20-dən çox filiala fəaliyyət göstərir. Şirkət özünü yeni brend kimi təqdim etsə də, onun arxasında dayanan hüquqi və maliyyə əlaqələri barədə ətraflı məlumat ictimaiyyətə açıqlanmayıb. Milyonlarla manatlıq dövriyyəyə malik şirkətlərin vergidən yayınma və ya real gəlirləri gizlətmə ehtimalı daim gündəmdə qalır.